Dim test toplusu, deməli, elektrolit dissosiasiya bölməsindən ion bağ direksiyası səhifə 179 95-ci suala baxaq. Burada qrafikdə görürsünüz ki, məsələn, 3 mol H brom verir, 1 mol gümüş nitrat verir. Və qrafiki mən özüm burada yenə çəkirəm. Deməli, A nöqtəsi və C nöqtəsi. Deməli, 3 mol H brom, 1 mol gümüş nitrat. A nöqtəsində hansı olar? 3 mol H brom mu, yoxsa 1 mol gümüş nitrat? C nöqtəsində hansı olar? A nöqtəsində təbii ki, 1 mol gümüş nitrat olar. C nöqtəsində 3 mol H brom olar. Birinci ayrı dəyişmir. İkinci ayrı müəyyən qədər azalır. Üçüncü ayrı dəyişmir. Dördüncü ayrı da azalır. Gümüş bir nitratla H bromun reaksiyasını yazırıq. Gümüş nitrat üstəcək H brom. Və nə alırıq? Çöküntü alınır. Gümüş bromid, sarı çöküntü alınır və HNO3. Və ion tənini yazırıq. Gümüş, üstəcək nitrat, H və brom. Alınır gümüş bromid, üstəcək H, üstəcək NO3. Qısa ion tənliyi, gümüş üstəcək brom. Gümüş bromid. Bu ionlar birləşir deyə bu ionların sayı azalır. Dəyişməyən hidrogen ilə NO3 ionlardır. Bunlar dəyişmir. Onda H bromda bir əyrisi hansına aiddir? Yəni, bir dəyişmir. H bromda hansı ion dəyişmir? Hidrogen dəyişmir. İki əyrisi bromdur, azalır. 3 əyrisində 3 NO3'dür, dəyişmir. 4 əyrisi də gümüşdür, azalır. Burada nəyə soruşur? Anyonları soruşur. Demək, anyonlar hansılardır? 2, 3. Cavab D variantıdır. Doksan yeddi. Hansı reaksiyalar məhlulda axıra qədər gedir? Məsələn, birinci, barium kloridlə mis 2 nitratın. Bu reaksiya gedirmi?
Bu reaksiya gedirmi uşaqlar? Getmir. Çöküntü alınmır. Bəli. Çöküntü alınmır. Bu değil. Sağ olun. 2. Baryum klorid, demir 2 sulfat. Bu reaksiya gedirmi? Çünkü baryum sulfat çöküntü alınır. Demir 2 klorid. 3. Baryum klorid nitrat turşusuyla. Bu reaksiya gedirmi? Getmir. Çünkü çıxarda bilmir bunu. Nitrat, ümumiyyətlə kloridi çıxarda bilmir. 4. Mis 2 nitrat kalium hidroksidlə. Bu reaksiya gedirmi? Gedir. Bəli. Mis 2 hidroksid çöküntü alır. Kalium nitrat. 5. Demir 2 sulfat kalium hidroksidlə gedirmi? Burada demir 2 hidroksid çöküntü alır. Demir 2 hidroksid kalium sulfat. 6. Kalium hidroksid nitrat turşusuna gedirmi? Gedir. Kalium nitrat ve bir de su alır. Demek 2, 4, 5, 6. Birinci sual. Tərkibində 2 mol baryum hidroksid olan məhlula ardıcıl deyil. Əvvəlcə baryum hidroksidlərin reaksiyasını yazırıq. Mis 2 sulfat, ardıcıl. Deməli, birinci mərhələdə deyirik ki, 2 mol baryum hidroksid və 1 mol mis 2 sulfat. Bu ikisinin reaksiyasını yazırıq. Yazaq tənliyi. Baryum hidroksid üstəgəl mis 2 sulfat. Nə alır deməli? Baryum sulfat çöküntü mis 2 hidroksid çöküntü. Burada 2 də çöküntüdür. Çöküntülər məhlulda qalmır. Bunlar məhlulda olmayacaq. Çöküntü olduğu üçün. Və 1 mol baryum hidroksid, 1 mol mis 2 sulfatla reaksiya daxil olursa, birə-bir əmsallara görə, burada tam sərf olan hansıdır? Mis SO4. Baryum hidroksiddən artıq qalacaq. Bəli. Bu deməli tam sərf olur. Tam sərf olur. Və artıq qalan nədir? Baryum hidroksiddir. Baryum hidroksid artıq qalır. İndi baryum hidroksid nə qədər artıq qalır? 1 mol. Bəli, buradan yazıram. 1 mol baryum hidroksid artıq qalır. Və demək, iyon təni yazaq. Ya istisi iyon təni yazaq, ya da məsələn, burada hansı iyonlar bir-birlə reaksiya daxil olur, deyə bilərik. Bəli, hansı iyonlar bir-birinə çöküntü verir? Baryumla sulfat, mislə OH birbaşa yazaq. Deməli, buradan deyirik ki, baryumla sulfat arasında reaksiya baş verir. Baryum sulfat çöküntü yaranır. Və mislə də OH arasında reaksiya baş verir. Mis hidroksid, 2 hidroksid çöküntü alınır. Bu getdi. Keçir ikinci mərhələyə. İkinci mərhələdə dedik ki, 1 mol baryum hidroksid artıq qalmışdır.
Barium hidroksid qələvi olduğu üçün təbii ki, məhlulda olur. Və barium hidroksid 1 mol dəmir 2 xloritlə reaksiya aparacaq. 1 mol dəmir 2 xloritlə reaksiyasını yazırıq. Yazaq tənliyi. Barium hidroksid üstəgəl dəmir 2 xlorit. Burada nə alınır deməli? Barium xlorid və dəmir 2 hidroksid. Demək, burada çöküntü hansıdır? Dəmir 2 hidroksid. Barium xlorid məhlulda olacaqdır. Bu məhlulda qalır. Bu isə çöküntü olduğu üçün məhlulda qalmır. Və ion tənliyi yazırıq. İon tənliyi yazırıq. Barium üstəgəl OH dəmir üstəgəl xlor. Barium xlor və ferrum OH2 deyək. Demək, burada hansı ionlar arasında reaksiya baş verdi? Bəli, qısa ion tənliyi dəmir üstəgəl OH deyirik. Dəmir 2 hidroksid. Keçirik üçüncü mərhələyə. Üçüncü mərhələdə hansı maddələr qaldı? Barium klorid qaldı. Barium klorid qaldı. Bir də, məsələn, 2 mol natrium karbonat qaldı. Artıq yekun mərhələdir. Və barium kloridlə natrium karbonatın reaksiyasını yazırıq. Nə alırıq? Barium karbonat, natrium klor. Birbaşa qısa ion tənliyini deyək. Hansı ionlar arasında reaksiya var? Aysol. Barium üstəgəl karbonat. Barium karbonat. İndi baxırıq. Deməli, bariumla sulfat arasında, mislə OH arasında, dəmirlə OH arasında, bariumla karbonat arasında reaksiya baş verdi. İndi hansılar seçəcəyik? 1-i seçirik, 2-ni seçirik, sonra 4-ü seçirik, sonra 6-nı seçirik. Cavab 1, 2, 4 və 6. Duzların hidrolizi səhifə 181, 15-ci suala baxaq. Deməli, burada əgər baxırıq, əgər metal zəif əsas əmələ gətirirsə, onda əsası duz. Əgər turşu qalığı zəif turşu əmələ gətirirsə, onda turş duz. Baxaq. Deməli, birinci alüminium nitratdır. Alüminium nitrat hidroliz edirmi? Edirmi uşaqlar, yoxsa etmir? Edir. Çünki zəif əsas əmələ gətirən, qüvvətli turşu əmələ gətirən, yəni burada zəif var, düzdürmü? İndi bunun hidrolizinin birinci mərhələsində nə alır? Zəif əsas əmələ gətirən varsa, nə olacaq? Əsasıdır. Demək, belə deyirik. Nitratın biri çıxır, HNO çalınır və nitratın yerinə OH əvəz edir. Yəni, alüminium OH NO3 2 əsasıdır.
əsasıdır. Deməli, 1-ə aiddir A. Əsası duz əməliyyatı. 2. Natrium karbonat. Hidrojeni eləmir. Çünki burada zəif, bəli, turşu əməliyyatla karbonat var. Və natrium karbonatın hidrojenin buna görə deyirik də, düzdürmü? Birinci mərhələsində nə alınır? Natrium OH, natrium hidroksid, natrium hidrokarbonat. Yəni, turş duz əməliyyatdır. Və ikinci də B-dir. Kalium nitrat da hidrolizə eləmir. Çünki qüvvətli əsas, qüvvətli turşu qalığı var. Yəni, bu hidroliz eləmir. 1A, 2B. Cavab D bəndi. İçərisində 3 sınaq şüşəsi götürülür. Birincinə kalium. Birinci sınaq şüşəsinə kalium. Deməli, kalium suyuna reaksiya daxil olacaq, bilirsiniz. Qələvə alınacaq. Deməli, burada hansı mühit olacaq? Qələvə mühit. Qələvə mühitdirsə, lakmus göyərir. Lakmus göyərir. İkinci sınaq şüşəsi. İkinci sınaq şüşəsi. Kalium karbonat. Kalium karbonat hidroz eləyəndə hansı mühit olur? Qələvə mühit. Birbaşa yazıram. Düzdür, mərhələli hidroz eləyir. Birbaşa yazdım. Kalium hidroksid karbonat turşusu deyək. Deməli, burada hansı mühitdir? Qələvə mühitdir. Lakmus göyərir. Yaş. 1 göy, 2 göy. Üçüncündə kükürt, 6 oksit. Suda həll olanda nə alınır deməli? Sulfat turşusu. Təbii ki, turş mühit olacaq. Qüvvətli turşudur. Turş mühit. Lakmus nədir? Qırmızı olur. Qızarır. Demək, göy, göy, qırmızı. Cavab B olacaq. Otuz yeddi. Dəmir 2 sulfatın hidrozinin qısa tənini göstərir. Demək, uşaqlar, dəmir 2 sulfat burada mərhələli hidroz edir. Çünki burada dəmir müsbət 2 zəif əsas əməliyyatla metal var. Onda hansı duz alınır? Əsas duz alınır. Zəif əsas əməliyyatla duz varsa, əsasıdır. Nə alınır deməli burada? Sulfat turşusu alınır. Bura 2 yazarıq və dəmir OH 2SO4.
Demir 2 hidroksosulfat. Yaxşı. Deməli, burada iyon təni necə olacaqdır? İyon təni necə olacaqdır? 2 ferrum üstəgəl SO4. Burada 2 yazaq. Sonra üstəgəl su. 2 ferrum OH. Üstəgəl SO4. Bəli, bu müsbət. Bir də qüvvətli turşu da dissosiasiya 2H üstəgəl SO4. Burada nə xəsar gedəcək? SO4-də gedəcək. Qısa iyon təni olacaq dəmir, 2 dəmir, üstəgəl 2H2O. Burada 2 ferrum OH, üstəgəl H. Təbii ki, burada ikilər gedəcək, qısa gedəcək. Bu tənlik varmı? Orada varmı? İkinci tənlikdir. Elədir, ikinci tənlik. Sonra ikinci mərhələyə keçirik. Deməli, ferrum OH 2 SO4 bu yenidən hidroz edir. Nə alınır deməli? Dəmir 2 hidroksid və sulfat turşusu. Bunun da iyon təni yazıq. 2 ferrum OH SO4 və su. Nə alınır? Ferrum OH 2 2H üstəgəl SO4. Burada nə xəsar gedəcək? Yenə sulfatlar gedir. Qısa iyon təni də nə yazıq? Ferrum OH üstəgəl su alınır ferrum OH 2 və hidrogen. Deməli, bu tənlik varmı? Yoxdur. Onda hansı olacaq? Yalnız 2-dir, D variantıdır. Qırx beşinci sual. Burada verib maddələrin qarşı təsirindən əmələ gələn normal duzlu suda həll olmasında yaranan mühitə əsasən X, Y, Z maddələri müəyyən edilir. Natrium hidroksid var. Məsələn, biz deyək ki, 4-dən başlayaq, 4-cü mərhələ. Deyək ki, əvvəlcə 4-dən başlayaq. Natrium hidroksid və X. Bundan əmələ gələn duz. Burada 4-cündə hansı mühitdir? Neytral mühitdir. Neytral mühitdirsə, bu qüvvətli əsasdır. Deməli, bu da qüvvətli turşudur. Yəni, hər ikisi nədir? Qüvvətlidir. Bəli, bu qüvvətli turşudur. Bura yazaq. Qüvvətli turşu. Burada deməli X nə ola bilər? H-klor ola bilər. Onda ya C-dir, ya D-dir. Onda A, B, Y getdi. X H-klordur. X-i müəyyən elədik. Sonra məsələn, biri yaza bilərik. Məsələn, biri yaza bilərik, ya 3-ü yaza bilərik. Fərq yoxdur. Məsələn, biri yazsaq,
Yəni 3-ü yazacaq istəyirsiniz. 3-ü yazacaq. Məsələn, natrium hidroksid üstə gəl Z. Burada üçüncündə hansı mühitdir? Qələvi mühitdir. Bu qüvvətli əsasdır, qələvidir. Bu heç. Bu da demək nədir ki, burada qələvi mühitdir. Qələvi mühitdirsə, zəif turşudur deməli. Zəif turşu, Z zəif turşudur. Yəni, hansı olacaq uşaqlar? H2S olacaq, zəif turşu. Sulfat qüvvətlidir, onu götürməliyik. Deməli, H2S, onda D də getdi, cavab C variantı qalır. Qırx yeddi. Natrium asetatın hidrolizini, natrium asetatı hidroliz edirik. Bu hidroliz, düzünə hidrolizdir. Bu da əksinə, yəni hidrolizin qarşısını almaq deməkdir. Yəni, bu da onun əksinədir. Və nə alınır? Asetat turşusu, natrium hidroksid. Demək, hidrolizi zəiflətmək üçün nə etməliyik burada? Əksinə getməsi üçün də hidrolizi zəiflətmək deyəndə əksinə getməsi üçün nə etməliyik? Sağ tərəfi əlavə etməliyik. Bu tərəfi əlavə edirik ki, reaksiya nədir? Əksinə getsin. Əksinə getsin. Yəni, hidroliz zəifləsin. Hansını götürəcəyik? Natrium hidroksidi. Qırx doqquz. İkiz qüvvətli turşu və ya zəif əsas. Qüvvətli turşu, məsələn, sulfat turşusu. Zəif əsas, məsələn, mis-2 hidroksid. Bundan əmələ gələn duz, yəni mis-2 hidroksiddən və sulfat turşusundan nə əmələ gələcək? Mis-2 sulfat. Yəni, hansı qüvvətlidirsə, o mühitdir deməli. Demək, burada hansı mühit olur? Turş mühit. Bəli, mis-2 sulfat zəif əsasdan və qüvvətli turşudan əmələ gələn duzdur. Təbii ki, burada turş mühitdir. Turş mühitdir. Y. Bu ikisi oldu. Y. Zəif turşu, qüvvətli əsas. Məsələn, qüvvətli əsas natrium hidroksid. Zəif turşu H2S. Məsələn, natrium sulfid. Olsun, natrium sulfid. Burada zəif turşu və qüvvətli əsas. Burada hansı mühit olacaq? Gələn mühit. Çünki qüvvətli əsas var. Bunun da təbii ki, hidrozindən gələn mühit olacaq. Gələn mühit. Üçüncü. Z qüvvətli turşu və qüvvətli əsas. Məsələn, qüvvətli turşu və qüvvətli əsas. Məsələn, kalium hidroksid, qüvvətli turşu, məsələn, nitrat turşusu. Bundan əmələ gələn duz deyək ki, kalium nitrat. Təbii ki, bu hidroliz eləmir. Hər iki qüvvətli olanlar hidroliz eləmir. Və hansı mühit olur? Neytral mühit olur. İndi baxaq görək hansı doğrudur? 1. Turş mühitdir, səhvdir. Neytral gəldir. 2.
gələn mühit 2 doğrudur. Doğrudur. 3 neytraldır. Bəli. Yalnız 2'dir. B bəndi. L7. Dəmir üstəcək qatı sulfat turşusu nə alır? Dəmir neçə sulfat? Dəmir 3 sulfat. Qatı sulfat turşusuyla dəmir müsbət 3 olur. Duru ilə müsbət 2 olur dəmir. Deməli, X dəmir 3 sulfatdır. X maddə üçün hansı ifadələr doğrudur? Suda məhlul turş mühitdirmi? Məsələn, dəmir 3 sulfat suda həll olanda hansı mühit olur? Yəni, hidroz eləyəndə turş mühit olur. Birbaşa hidrozin yazıb, dəmir 3 hidroksid və sulfat turşusu. Zəif əsas, qüvvətli turşu. Deməli, bu turş mühit. Bir doğrudur. Bəs bu dissosiasiya eləyəndə dəmir neçədir oksidaşmə dərəcəsi? Müsbət 3'dür. Yəni, dəmir müsbət 3 və sulfat. Burada dəmir müsbət 2 deyil, bu səhvdir. Qələvinin suda məhlulu. 1 doğrudur, 2 yanlışdır, 3-cü. Dəmir 3 sulfatın qələvi ilə reaksiyası. Məsələn, bir qələvi deyək, natrium hidroksidlər. Natrium hidroksidlər reaksiyasında nə anlar? Nə anlar? Dəmir 3 hidroksid, müsbət 3'dür. Dəmir 3 hidroksid, natrium sulfat. Burada hansı mühit olur? Hansı mühit olur? Burada qonur nədir? Qonur əhli çöküntü alır. Qonur çöküntü alır. Demək, bu 3-cü doğrudur. Cavab nədir uşaqlar? 1. D var ya. Doğrular istəyir. 1 D bəndə. Altmış bir. İkiz. Hidroz zamanı gələn mühit yaranır. Məsələn, gələn mühit yaranır desə, kalium karbonat ola bilər, natrium karbonat ola bilər, kalium sulfit ola bilər. B və D getdi. Düzdür. Və natrium OH reaksiya daxil olmur. İkiz natrium, məsələn, deyək ki, dedik ki, kalium karbonat ola bilər. Kalium karbonat ola bilər. Çünki suda həll olanda nədir? Gələn mühit olur. Və natrium hidroksid reaksiya daxil olurmu? Olmur. Məsələn, natrium karbonat. Natrium hidroksid reaksiya daxil olurmu? Çöküntü alınırmı? Məsələn, alınmır. Daxil olmur. Çöküntü alınmırsa daxil olmur. Və kalium sulfit. Natrium hidroksid reaksiya daxil olurmu? Çöküntü alınırmı? Alınmır. Deməli, ümumiyyətlə, bu üçündən biridir. Y. Suda həll olanda turş mühit olur, hidrozində. Turş mühit də, məsələn, hansı ola bilər? A. Bəli. Burada D-də
Yox, C olmaz, çünki dəmir 2 karbonat çöküntüdür. Dəmir 2 karbonat çöküntüdür. Bəli. Dəmir 2 karbonat çöküntü, mis karbonat da çöküntüdür. Çöküntülər hidrojen ümumiyyətlə eləmirlər, həm də tuş mühit də olmaz. Bax, hidrojen isə tuş mühit. Ona görə nədir? Amonyum. Yaxşı. Amonyum sulfatdır. Amonyum sulfat, bilirsiniz ki, hidroz eləyəndə nədir? Amonyum hidroksid və sulfat turşusu. Zəif əsas, qüvvətli turşu. Turş mühit olur. Y amonyum sulfat. Cavab A variantıdır. Yirmi beş. Hansısa da metal iyonla oksidativ xassəsi artmaz. Metalların aktivlik sırasına görə deməli, soldan sağa getdikcə, yəni aktivdən passivə doğru getdikcə oksidləşdiricilik artır. Oksidləşdirici qabiliyyəti artır. İndi baxaq. Deməli, əvvəlcə hansını yazır? Yoxsa atma sırası necə yazacaq? Burada hansını götürəcək? Aktivdən passivə doğru. Ən aktivdən ən passivə doğru. Hansı olacaq? B variant, bəli. Kalsiyum, sonra dəmir, sonra mis. Belə, bu ardıcılığa gedir. Yirmi dokuz. Bunlar elektroz eləyək. Məsələn, natrium nitratı suda elektroz eləyək. Nə anla deyirik? H2O2 natrium nitratı dəyişmir. Katodda hidrojen ayrılır, anodda oksijen ayrılır. Kalium sulfatı. Suda elektroz edirik. Alırıq nədir? Hidrojen, oksijen, kalium sulfat. Yenə katodda hidrojen, anodda oksijen. Kalium kloridi. Suda elektroz edirik. Alırıq katodda hidrojen, klor, kalium hidroksid. Katodda onsuz da hər üçündə elə hidrojen ayrılır. Burada deyir ki, ilk anda, yəni birinci nə? Yəni ilk anda, yəni əvvəlcə, əvvəlcə hansı ayrılır? Katodda hamısında hidrojen ayrılır, bunu bildik. Katodda hidrojen ayrılır. İndi anodu müqayisə edəcək. Anodda, məsələn, oksijen də var, xlor da var. Oksijen tez ayrılar, xlor tez ayrılar. Bunu bilmək üçün yazmışdır, sulfit, yodit, bromit, klorit, OH, florit. Bu istiqamətdə anodda ayrılma ardıcılığı azalır. Elədir. Bu istiqamətdə anodda
ayrılma, arıcılıq azalır. İndi xlor tez ayrılır, oksigen tez ayrılır. OH oksigendir. Məsələn, xlor tez ayrılır, oksigen tez ayrılır. Bəli? Xlor tez ayrılır. Deməli, xlor tez ayrılır. Hidrogenlə xlor olacaq. Ha, bəndə. Bir. Deməli, qablarda 2 və 40 maddələnməyir. Və burada ikisinin suda məhlulda lampa yanır. Yəni, ikisinin suda məhlul elektrik cəryanı keçirdir. Yəni, X elektrolitdir. X elektrolit. X elektrolit hansı götürək? Natr klorit götürə bilərik. Bir də kalsium klorit götürə bilərik. Yəni, bunlar elektrolitlərdir. Qalanları getdi. B getdi, C getdi, G getdi. İkincisində, Y-də göstərir, suda məhlulu elektrik cəryanı keçirmir. Yəni, burada qeyri elektrolitdir. X elektrolit, Y qeyri elektrolitdir. Aha, indi burada hansı olacaqdır? Yəni, qeyri elektrolit. C2H5OH-dır. Yəni, A variantı. Qırx doqquz. Məsələn, birinci. Deyir ki, hansı duzların, 49-da, hansı duzların məhlulu elektroliz zamanı duzun kütləsi dəyişmir? Birinci, kalium yorid. Kalium yoridini suda elektroliz eləsək, nə alır deməli? Hidrogen, yod, kalium OH. Şimdi bunun kütləsi dəyişdi mi? Dəyişir. Çünki kalium yorid tərkibi dəyişdi. Dəyişməyən lazımdır. Bu getdi. İkinci. Mis 2 nitrat. Bunun suda elektrolizi. Ne anladı burada? Mis, oksijen, nitrat turşusu. Değişti mi uşaqlar? Değişti. Deməli bu da değil. Üçüncü. Natrium sulfat. Suda elektrolizi. Burada hidrogen, oksijen. Natrium sulfat elə də qalır. Yəni bu kütləsi dəyişmir. Yəni 3'tür. Yalnız 3'tür. Cavab D. Bir. Katodda su redüksi olunur deyəndə nə demək uşaqlar? Yəni hidrogen ayrılır. Katodda hidrogen ayrılır. X-də deməli hidrogen. Anodda su oksidaşı deyəndə nə deməkdir yəni? Anodda oksigen ayrılır. Məsələn, birinci. Natrium kloridi suda elektroliz eləsək. Nə alır deməli? Hidrogen alınır, flor alınır,
natrium hidroksid alınır. Şimdi burada su oksijenli yoksa redüs olundu. Hidrojen ayrıldı. Ha? Katodda hidrojen ayrıldı, su redüs olmuş. Burada su redüs olmuş. Burada su redüs olunur. Natrium kloridi hansına yazılır deməli? X-e yazılır. İkinci, gümüş nitratı suda elektroz edir. Burada ne alır uşaqlar? Gümüş, üstəgəl, oksijen, bir də nitrat turşusu. Burada oksijen ayrılırsa, deməli su nə edir? Oksiləşir. Oksijen ayrılırsa su oksiləşir. Onda gümüş nitratın hansına yazır? Y-ə. Üçüncü, kalium iyodidi suda elektroz edir. Burada ne alırıq? Hidrojen, yod ve kalium hidroksid. Bəli? Burada redüksiya olur. Bəli, bu redüksiyadır. Onda bu hansıdır? X'dir. Dördüncü, mis-2 sulfatı. Suda elektroz eləyəndə mis, oksijen və sulfat turşusu. Deməli, oksijen ayrılırsa oksiləşir. Aha. Onda Y mis-2 sulfattır. X deməli oldu 1, 3. Y oldu 2, 4. Cavab D'dir. Əlli beş. 55-ci suala baxaq. Deməli, X-in suda məhv elektroz eləyəndə əsas alınır. Əsas alınırsa hansını götürə bilərik? Natrium klorid götürə bilərik. Yəni B, D, Y. İndi aynen D getir. Çünki natrium kloridi suda elektroliz eləsək, nə alır burada? Hidrojen, klor, natrium hidroksid. Alındı əsas. Elədir. Y-də turşu alır. Y-də turşu alır. Yəni oksijeni turşu qalır götürəcək. Bir də pasiv metalında, hansını deyə bilərik? Mis-2 sulfat. Bəli. Kalium sulfatı deyə bilmərik. Çünki kalium sulfatda nə alır? Kalium sulfatı suda elektroz eləsə nə alır? Hidrojen, oksijen, kalium sulfat dəyişmir. Duz nə özü qalır? Deməli, B, bir də Y qaldı. Bəli. Y mis-2 sulfatdır. Mis-2 sulfatı suda elektroliz eləsək, alır nədir? Mis, oksijen və sulfat turşusu. Turşu alınır. Turşu alınır. Z isə heç biri alınmır. Nə əsas alınır, nə də turşu alınır. Kalium sulfatdır. Kalium klorid deyil, çünki niyə kalium klorid əsas alınır? Bəli. Ona görə kalium sulfatdır. Kalium sulfatı suda elektroz eləsək, burada hidrojen, oksijen, kalium sulfat. Bəli. Ona görə cavab B olur.